Salam dəyərli müəllimlər, bu videoda sürət məsələlərinin növbəti bir hissəsi olan qarşı-qarşıya hərəkətdən danışacağıq. İlk videomuzda bərabər sürətli hərəkətdən, yəni sürət məsələlərinin əsas təməl anlayışlarından danışmışdıq. Bu videodan öncə mütləq onu izləyin, ardı ilə də davam edərsiniz və hissəli olaraq əks istiqamətli, eyni istiqamətli bu formada da paylaşılacaq. Yəni ardıcıl sistemli olacaq. İndi qarşı-qarşıya hərəkətdə misallar üzərində qeyd edəcəyik. Sadəcə başlamamışdan öncə stabil bir düsturumuz var ki, o düsturdan istifadə edirik. Bu əks istiqamətli hərəkətdə də eynidir. Çünki istiqamətlər fərqli olduğu təqdirdə əks və ya qarşı-qarşıya. Qarşı-qarşı hərəkət nədir? Məsələn, bura A-dır, burada B-dir. A məntəqəsindən B məntəqəsinə qarşı-qarşıya hərəkət edirlər. İstər-istəməz A-dan çıxan sağa doğru, B-dən çıxan sola doğru, yəni fərqli istiqamətlərə hərəkət edir. Bu əks istiqamətlidə də bir nöqtədən biri sağa, biri sola gedir. Yenə fərqli istiqamətdir. Yəni ikisində də düstur eynidir. Təbii ki, digərini daha ətraflı öz dərs sahəsində danışacağıq. Qarşı-qarşıya hərəkətdə bunun V1, bununki V2 olsun. Gedilən yol, yəni S-in düsturunu tapmaq üçün sürətlər toplanır və zamana vurulur. Deməli, sürətlər toplandı, zamana vuruldu. Bundan əlavə başqa cür düsturdan da istifadə edir. Əgər aralarında müəyyən qədər məsafə qalarsa, bunu da A ilə işarə edirəm. O zaman ümumi gedilən yolun düsturunu tapmaq üçün yenə sürətlər toplanır, zamana vurulur, üzərinə aralarındakı məsafə gəlinməlidir. Bu iki düstur əsas düsturdur. Bunun üzərində biz müəyyən çevrilmələr və müəyyən məhsullar əsasında hesablamalar aparacağıq. Başlayaq, bunu qeyd edirsiniz. Baxın, bu düsturları və şəkli qeyd edin. Ardı ilə də indi başlayaq misalların izahına. Eyni zamanda iki müxtəlif məntəqədən qarşı-qarşıya iki avtobus yola düşdü. Avtobuslardan birinin sürəti 80-dir, V1 yazdım 80, digərinin sürəti isə 90 km/saatdır. Bayaqki şəkildə olduğu kimi A və B məntəqəsindən, yəni iki müxtəlif məntəqədən qarşı-qarşıya hərəkətə başlayırlar. Zaman da verilib 4 saat 30 dəqiqə. Çevrilmələr istifadə edəcəyik. Zaten daha sadəsi olsaydı, məsələn 4 saata desəydi, toplayıb vuracaqdınız 4-ə. Bu misallarda biraz daha qarışıq olsun deyə müəyyən çevrilmələrdən istifadə edəcəyik. 4 saat 30 dəqiqə deyir. Baxırsınız ki, verilən sürətlər km/saatla, yəni saatlandır. Bunu dəqiqəyə çevirsəz əlverişsizdir. Gərək 80-i də 90-ı da metr/dəqiqəyə çevirəsiniz. Ona görə 4 saat 30 dəqiqəni çeviririk saata. Bu olur 4 tam 30 dəqiqəni 60-da 30 kimi yazırsınız. Çünki 1 saat 60 dəqiqədir. Dəqiqədən də saata keçəndə bölmək lazımdır 60-a. 4 saat 60-da 30-dur. Kəsirlər mövzusunda ətraflı izahların hər birini vermişəm. Həm ixtisarın, həm onluq kəsirin, düzgün kəsirin hamısının. Bu deyilir 4 tam 2-də 1. Bunu da onluq kəsirə çevirsəz, bu elədir 4 tam 10-da 5 saat. Artıq siz düsturda 4/5 saatdan istifadə edəcəksiniz. Yəni sürətlər toplanacaq. 80 üstə gələk 90 vurulsun 4/5-ə. Bu elədi 170 vuraq 4/5. Kalkulyatorla həll edə bilərsiniz. Hesablasam elədi 765 kilometr. Niyə birinci düsturdan istifadə elədim? Aralarındakı məsafə düsturundan istifadə eləmədim. Çünki o verilməyib. Verilmədiyi təqdirdə ehtiyacı da yoxdur. Cavab oldu B variantı. Bunun rəngin fərqli işarə eləyək. Keçdik ikinci suala. Aralarındakı məsafə 125 km olan iki məntəqədən eyni zamanda qarşı-qarşıya iki motosikletçi yola düşdü. Birinci motosikletçinin sürəti 30, ikincinin sürəti 20-dir. Onlar neçə saatdan sonra görüşərlər? Zamanı deyir. Aralarındakı məsafə deyəndə bu məntəqələr arasındakı məsafədir. Baxın, biz A ilə işarə elədiyimiz yola düşən məsələn motosikletçidirsə, motosikletçi arasındakı məsafədən söhbət gedirdi. Amma aralarındakı məsafə 125 km olan iki məntəqə deyilirsə, bu A və B məntəqəsi arasındakı ümumi məsafədir. Və ümumi məsafəni də biz S ilə işarə edirik. Amma məntəqədən məsələn velosipedçi yola düşüb 2 dənə. Bu velosipedçilər arasındakı məsafə isə A ilə işarə olunur. Bunu qəti formada dəyişik salmayın. Burada onu görəndə aralarındakı məsafə sözünü görəsiniz. Fikirləşəsiniz ki, bəs S yoxdur, biz bunu necə həll eləyək? Diqqət eləməlisiniz. Məntəqə, körpü, bunlar arasında məsafə deyiləndə ümumi S götürülməlidir. Ümumi S oldu 125 km. Birinin sürəti 30-dur. Digərinin sürəti 20-dir.
Onlar neçə saatdan sonra görüşərlər, yəni T-ni bizdən istəyir. Nə qədər vaxtdan sonra görüşərlər deyə. Çünki cavab variantında saat da var, dəqiqə də var. T də bərabərdir suala. Düsturumuz yenə eynidir. Sürətlər toplanır. Düsturu təzədən yazmıram, verilənləri yerinə qoyub yazıram. 30 üstə gələ 20 vurulur zamana, zamanı bilmirəm, elə T olaraq işarələdim. Bərabərdir 125-ə. 50T bərabərdir 125. Burada 125 bölək 50. Bu artıq qarışıq kəsir formasına gələcək. Olacaq 2 tam 50-də 25. İxtisarlara aparıram. 2 tam 2-də 1. Bu da 2 tam 10-da 5 deməkdir. 2 tam 10-da 5 saat elə 2 saat 30 dəqiqə deyilir. Yəni baxın, bunu 2 tam 60-da 30 kimi yazdıqda 2 tam 10-da 5 eləyir. Bu da 2 saat 30 dəqiqə deməkdir. Cavab oldu B variantı. Üçüncü sual. Aralarındakı məsafə 540 km olan iki məntəqədən qarşı-qarşı iki yük maşını yola düşdü. Yenə məntəqələr arasındakı məsafə verilibsə, S oldu 540. Onlar 4 saatdan sonra görüşərlər. T oldu 4. Birinin sürəti digərindən 15 km çoxdur. Biri digərindən 15 km çoxdursa, birinin sürətini V ilə işarə edirəm. O birisi bundan 15 km bölü saat çox olacaq. Yəni V üstə gələk 15 olacaq. Məsələn, X-dən işarə edin, o birisi X üstə gələk 15. Fərq etmir. Hansısa bir məchul yazırsınız. Mən sadəcə sürətdir deyə V yazıram ki, əyani görünsün. Sürəti çox olan maşının sürətini tapın. Yenə eyni qayda ilə sürətlər toplanır. Birinin sürəti V-dir, digəri V üstə gələk 15-dir. Vurulur zamana 4-ə bərabərdir ümumi gedilən yol olan 540. 2V üstə gələ 15 bərabərdir 540-ı 4-ə bölsək eləyir 135. 2V də bərabər 135 çıxaq 15 120. V oldu 60 km bölək saat. Sürəti çox olanı bizdən istəyirsə, gətirib yerinə qoysam biri 60-dır, biri 75-dir. Deməli, hansını götürməliyik? B variantı 75-i. Sürəti az olan desə 60 cavabı götürüləcək. Növbəti bir misal. Aralarındakı məsafə 400 km olan iki stansiyadan, yenə stansiyalar arasındakı məsafə deyirsə S400 yazdım. Qarşı-qarşıya iki qatar yola düşdü. Birinci qatarın sürəti 45-dir. İkincinin sürəti isə 55-dir. Qatar yola düşəndən 2 saat sonra onlar arasındakı məsafə neçə kilometr olar? Deməli, T-dəki 2 saatdır. Əgər burada onlar arasındakı məsafə deyilirsə, deməli, onlar hələ görüşməyiblər. 2 saatdan sonra onlar arasındakı məsafə deyirsə, müəyyən qədər məsafə qalıb ki, görüşməklərinə hələ var. Yəni, T sizi çaşdırmasın. 2 saatdan sonra görüşərlər deyilmirsə, deməli, aralarında müəyyən qədər məsafə qalıb. Bizdən də həmin o, söhbət nədən gedir? Qatarlardan. Qatarlar arasındakı məsafə istənilir, yəni A istənilir. Düsturda sürətlər toplanır. 45 üstə gələ 55. Vurulur zamana, üzərinə gəlinir aralarındakı məsafə bərabərdir ümumi məntəqələr arasındakı, stansiyalar arasındakı məsafəyə. Bu elədi 100, 100-ü 2-yə 200, üstə gələ A bərabərdir 400. A da elədi 200. Mörtəzənin içərisi 100 verir, 100 də 2-yə vuranda elədi 200. Deməli, cavab oldu B variantı. Növbəti bir sual. İki motosikletçi eyni zamanda qarşı-qarşıya yola düşdü. Birinin sürəti, yazdım, V1 40-dır. Digərinin sürəti 50-dir. V2 də oldu 50. Görüşənə qədər sürəti çox olan motosikletçi digərindən 30 km çox yol getdi. Məntəqələr arasında, yəni S-i bizdən istəyir. Məntəqələr arasındakı məsafəni istəyir. Amma nəyə diqqət edirsiniz? T-də yoxdur axı burada. Lakin T-ni biz burada verilən şərtə əsasən tapa bilərik. Baxın, sürəti çox olan motosikletçi hansıdır? V2-dir. Onun sürəti 50-dir çünki. Digərinin sürəti 40-dır. Deməli, sürəti çox olan 50-dir. 50-nin getdiyi yol 40-ın getdiyi yoldan 30 km çoxdur. Gedilən yolun düsturu nədir? S1 bərabərdir V2 vurulsun T-yə. Niyə T2 yazmadım, T yazıram? S2 daha doğrusu, buna S2 yazım. İkinci motosikletçinin getdiyi yol budur. Birinci motosikletçində V1 vuraq T'dir. T çünki ikisində də eynidir. Görüşənə qədər deyirsə, ikisi də eyni qədər, eyni zaman müddəti ərzində yolda olub. Çünki eyni zamanda hərəkətə başlayır. Baxın, şərtdə qeyd olunur. İki motosikletçi eyni zamanda qarşı-qarşıya yola düşür. Məsələn, biri saat 1-də yola düşübsə, o birisi də 1-də yola düşüb. Sürətləri fərqli ola bilər, amma yolda olma müddətləri ikisində də eynidir. İndi ikincinin getdiyi yol olacaq 50T, birincinin getdiyi yolda 40T. Deyir 50T 40T'dən 30 km çoxdur. Deməli, ikincinin getdiyi yoldan birincinin getdiyi yolu çıxsam 30-a bərabər eləyəcəm. Getdiyi yollar arasındakı fərq 30-dur.
Böyükdən kiçiyi çıxanda 30-a bərabər olacaq. 10t oldu 30, t oldu 3 saat. Bu o deməkdir ki, birinci motosikletçidə 3 saat yolda olub, ikinci də. Artıq t məlumdur. T məlumdursa S-i rahatlıqla tapa bilərsiniz. Sürətlər toplandı, vuruldu zamana. Bu eləyir 90 vuraq 3, yəni 270. Burada ən önəmli məqam T-nin tapılmasıdır. Hansı çoxdur deyirsə, çoxdan azın getdiyi yolu çıxıb 30-a bərabərləşdiririk. 6-cı sual. İki şəhər arasındakı məsafə 360 kilometrdir. Yəni məntəqə arasında deməkdir də bu. Bu o deməkdir ki, S 360-dır. İki avtomobil eyni zamanda qarşı-qarşıya yola düşdü və 4 saatdan sonra onlar arasındakı məsafə T4-dür. Məsafə 40 kilometr qaldı. Bu artıq həmin avtomobillər arasındakı məsafədir. Avtomobillərin sürətləri cəmini tapın. Çox rahatdır. Yəni V1 ilə V2-nin cəmin bizdən istəyir. Elə düstur ayrı-ayrılıqda istəyə bilməz sürətlərini. Birincinin sürətini, ikincinin sürətini ayrı-ayrılıqda deyə bilməz. Bilmirik çünki 2 dənə məhsulumuz var. 2 məhsul olanı tapmaq alınmır. Sürətlər toplanır, vurulur zamana 4-ə bərabərdir ümumi S-ə 360-a. Buradan V1 üstə gələk V2 də elədi 90. Bizdən elə bu ikisinin cəmi istənilir, olur B variantı. Hər formasına aid, əks istiqamətli hərəkətin hər formasına aid sual izahı var burada. Aralarındakı məsafə 490 km olan iki məntəqədən qarşı-qarşıya iki avtomobil yola düşdü. S oldu 490. Birinin sürəti 75-dir, digərininkisi 65-dir. Onlar görüşənə qədər birinci avtomobil neçə kilometr yol gedər? Birinci avtomobilin getdiyi yol, yəni S1 istənilir bizdən. Lakin nə yoxdur burada? T yoxdur. Yəni onlar nə qədər müddət sonra görüşüblər? Burada verilənlərə əsasən T-ni tapa bilərik. Qarşı-qarşı hərəkətdə sürətlər toplanırdı, vurulurdu zamana, bərabər olurdu gedilən yola. Çünki deyir ki, onlar görüşənə qədər deyibsə, bu demək ki, onlar görüşür. Aralarında heç bir məsafə qalmır. Artıq biz ikinci düsturdan istifadə eləmirik, elə birinci düsturdan istifadə eləyirik. Bu 140T bərabərdir 490. İlk iş olaraq biz gedilən, çünki ikisi də məsələn, biri 5 saat yolda olubsa, o biri də 5 saat yolda olur. Bayaq qeyd etdiyim kimi eyni zamanda hərəkətə başlayırlar. Biz birincinin və yaxud ikincinin getdiyi yolu tapmaq üçün mütləqdir ki, ümumi T-ni tapaq. Onların görüşənə qədər getdiyi zaman müddətini tapmaq lazımdır. Bu da 490-ı 140-a böləndə 3,5 edir. 3,5 saatdır. İndi birincinin getdiyi yol tapmaq üçün birincinin sürətini vurmalısınız ümumi zamana T-yə. 75 vurulsun 3,5. Bunu da vursaq eləyir 262,5. Cavab B variantıdır. 8-ci sual. İki şəhər arasındakı məsafə 440 kilometrdir. S oldu 440. Saat 9-da birinci şəhərdən sürəti 50 olan avtobus yola düşdü. Birincinin sürəti 50-dir. Saat 9-da yola düşür. Saatları verilənlərə əsasən tapacaq. Sadəcə hələ ki məlum deyildi. Şərti oxuyaraq davam edirəm. Saat 11-də isə ikinci şəhərdən ona qarşı sürəti 70 olan minik avtomobil yola düşür. Minik avtomobilin də sürəti, bura V1, V2 yazmıram. Birinci şəhərdən sürət avtobusdur, V avtobus. O birisi də V minik. Minik avtomobilin də sürəti 70-dir. İkinci avtomobil yola çıxdıqdan nə qədər vaxt sonra onlar görüşərlər. Yəni, ikinci avtomobilin ümumiyyətlə, ikinci avtomobil yola çıxandan sonra bizdən ümumi T-ni istəyir, onların görüşmə müddəti. Baxın, birinci avtomobil, yəni VA 9-da yola düşür, ikinci isə 11-də. Görürsünüz, şərtdə deməyib, eyni zamanda hərəkətə başlayırlar. Çünki biri 9-da hərəkətə başlayır, biri 11-də, fərqli zamanlardadır. Sadəcə burada nəyi bilməlisiniz? İkinci avtomobil 11-də hərəkətə başlayıbsa, deməli birinci ondan 2 saat daha çox yolda olub, düzdürmü? 11 ilə 9 arasında 2 saat fərq var. Birinci avtomobil 2 saat daha çox yolda olur. İkinci avtomobil T qədər yolda olubsa, birinci T üstə gələ 2 qədər yolda olur. Məsələn, 2 dənə dostsuz. Siz birinin işi saat 9-da başlayır, biri 11-də. Deməli, bir nəfər 9-da işə başlayan 2 saat daha tez yola düşməlidir ki, gedib işinə çatsın. Yolda olma müddəti 2 saat daha çox olur. Birini T, o birisi T üstə gələ 2 olacaq. Zamanlar fərqli olduğu üçün hər birinin sürətini öz zamanına vurmaq lazımdır. Növbəti bir düsturun qaydasını sizə deyəcəm. Ümumi S, əgər burada zamanlar fərqlidirsə, yenə vurğularam. Zamanlar fərqli olduqda
Hər sürətini öz zamanına vurursunuz. Yenə burada aralarındakı məsafə söhbəti varsa, aralarındakı məsafə üzərinə gəlinməlidir. Sadəcə digər düsturlarda bir dənə T-dən istifadə olunur. Görüşənə qədər ikisi eyni zamanda sözü deyilirsə, əgər eyni zamanda hərəkətə başlama sözü varsa 1 T-dəndir. Yox, fərqli zamandırsa hərəsinin özünə məxsus T-si var. Burada aralarındakı məsafə olmadığına görə ikinci düsturu silirəm. Siz ikisini də qeyd eləyin dəftərinizə. 50 birincinin zamanı hansıdır? T üstəgələ 2. Üstə gəlinsin. V2 70'dir. Yəni motosikletçidən söhbət. Minik avtomobili. Minik avtomobilin sürəti 70'dir. Vurulsun T'yə. Onun zamanı da T'dir. Bərabərdir 440-a. Tənliyi həll eləyək. 50T üstə gələk 100. Mötərizəni vurub açdıq. Bu da 70'dir. Bərabərdir 440-a. Buradan olacaq 120T bərabərdir 320. Sonra 320'ni də 120'yə bölək, kəsir formasında alınacaq. Onsuz da belə yazıram. Sıfırlar ixtisar getdi. Bu da olur 24. İxtisar aparsaq yenə də, məsələn, 4 ixtisar aparıram. Bu 3'də 8 eləyir. 2 tam 3'də 2. 2 tam 3'də 2 saatı da çevirsək dəqiqəyə, 2 onsuz da saatdır. Olduğu kimi qalır. Yəni tam hissəyə heç nə etmirsiniz. 3'də 2 saatı da dəqiqəyə çevirsəm 60'a vurmalıyam. Çünki 1 saat 60 dəqiqədirsə saatdan dəqiqə keçəndə 60'a vurulur. Elədi 20, yəni 40 dəqiqə. Bu da 2 saat 40 dəqiqə deməkdir C variantı. Qarşı kəsir formasında alınanda kəsirin qarşısındakı tam hissə ilə heç bir işiniz yoxdur. O zaten saatı göstərir. Bakı ilə Gəncə arasındakı məsafə 450 kilometrdir. Məntəqə arasındakı məsafə 450'dir. Saat 8'də Bakıdan sürəti 70 olan avtobus. Avtobus 70'dir. Saat 10'da isə Gəncədən Bakıya doğru. Yəni bu o demək ki, qarşı-qarşıyadır. Biri Bakıdan Gəncəyə düşür, biri Gəncədən Bakıya yola düşür. Bunun da sürəti, minik avtomobilin sürəti 85'dir. Onlar saat neçədə görüşəcəklər? Bayaqki misalın sadəcə saatını istəyir bizdən. Biz bunun üçün yenə T-ni tapmalıyıq. Biri saat 8'də, biri saat 10'da yola düşübsə, biri T üstəgələ 2 qədər yolda olur, biri T qədər. Yəni birinci hərəkətə başlayan daha çox yolda olacaq. Sadəcə bir dənə 8-ci suala geri dönürəm. Bizə şərtdə nə deyirdi? İkinci avtomobil yola çıxdıqdan nə qədər vaxt sonra görüşərlər deyir. Baxın, ikinci avtomobil nə vaxt yola çıxıb? 11'də. Yəni T'də. Elə biz T-ni tapmalıyıq. Yox desəydi ki, birinci avtomobil yola çıxandan nə qədər vaxt sonra görüşərlər, T üstəgələ 2-dən istifadə edəcəksiniz. Bu zaman 4 saat 40 dəqiqə olacaqdır. Diqqətli olun bu hissəsinə. Bəs nə qədər saat sonra görüşərlər deyəndə yenə 4 saat 40 dəqiqəni götürəcəksiniz. Çünki hansı zaman dilimi çoxdursa, o müddət götürülməlidir. Hərəkətə bu 9'da başlayıb. Bunun üçün 4 saat 40 dəqiqə sonra görüşmə müddətidir. Ona görə də sadəcə görüşmə müddəti istəniləndə zamanı çox olan götürülür. Amma şərtdə desə ikinci avtomobil və ya birinci avtomobil ona uyğun zaman götürülməlidir. Burada deyir, məsələn, saat neçədə görüşərlər. Görüşərlər dediyi üçün zaman hansında çoxdursa, onu əsasən götürürsünüz. İndi T-ni tapmaq istəyirəm. T'lər də bilirsiniz ki, biri T üstəgələ 2'dir, biri T'dir. Yəni avtobusun 70'in zamanı T üstəgələ 2'dir. Minik avtomobilinin 85'in zamanı T'dir. Bərabərdir 450'yə. 70T üstəgələ 140, üstəgələ 85T bərabərdir 450. Bu da eləyəcək. 70T, 85T, 155T'dir. 450'dən 140'ı çıxanda 310. T elədi 310 bölək 155, yəni 2. T oldu 2 saat. Saat neçədə görüşərlər deyəndə baxın nəyə diqqət eləməlisiniz. Əgər T üstəgələ 2 ilə hesablasaz, bu 4 eləyir. Yox, saat T ilə hesablasaz, onun üzərinə 2, hər iki halda zaten eyni qiymət alınacaq. Bunu sizə isbat edeyim. Baxın, biri 08:00-da hərəkətə başlayır və bu T üstəgələ 2'dir. Yəni bu 4 saat yolda olur. 4 saat yolda olursa 8'in üzərinə 4 gəlsəz neçə eləyəcək? 12:00. İkincisi saat 10:00-da hərəkətə başlayır. Bu T qədər yolda olur, yəni 2 saat yolda olur. Onun üzərinə 2 gəlsəz yenə neçə eləyəcək? 12:00. Yəni hər iki halından doğrudur. Amma götürüb bu T2-ni 8'in üzərinə gəlsəz və yaxud T üstəgələ 2-ni, yəni 4'ü onun üzərinə gəlsəz, bu artıq fərqlidir. Hər birinin zamanın öz başlama müddəti üzərinə gəlmək lazımdır.
Neçə saatdan sonra görüşərlər deyilirsə, burada bildiniz ki, cavab oldu 12B variantı. Görüm 10-cu sual necədir? Hə, məsələn, 9-cu sualda desəydik ki, onlar neçə saatdan sonra görüşərlər? Cavab 4 saatdan sonra olacaqdı. Qeyd etdim ki, görüşmə müddəti istəniləndə hansı müddət çoxdursa o müddət götürülməlidir. Və sonuncu sual olan A və B məntəqələri arasındakı məsafə 680-dir. S-i yazdıq 680. Saat 8-də A məntəqəsindən sürəti 70 olan avtobus yola düşür. Saat 10-da B məntəqəsindən ona doğru ikinci minik avtomobili yola düşür. İkinci minik avtomobilin sürətini bilmirsiniz və bilinmir. B məntəqəsindən yola düşən ikinci avtomobil elə onu istəyir bizdən. Amma zamanlara görə zamanlarda nəyi bilirsiniz? Baxın, birinci 8-də yola düşür. Saat 10-da da B məntəqəsindən ona doğru ikinci avtomobil yola düşür. Onlar saat 13-də görüşürlərsə, deməli T nədir burada? 8-də hərəkətə başlayır, 13-də görüşürlər. T-ni tapmaq üçün artıq 13:00-dan 8:00 çıxılmalıdır. Niyə 8 çıxdınız, 10 yox? Dedik ki, görüşmə müddəti deyəndə ən uzun müddət hansı aralıqdadırsa o aralıq götürülməlidir. Bu da eləyir 5 saat. Deməli, onlar 5 saatdan sonra görüşürlər. Fərq eləmir, ikinci məntəqədən çıxan saat 10-da çıxır, o 3 saat yolda olur, olsun. Önəmli olan ilk olaraq kim hərəkətə başlayırsa, onun yolda olma müddəti götürülməlidir. T-ni tapdıq 5-dir. Sürətlər toplanır. İkincinin sürətini bilmirəm, VM vurulur zamana 5-ə bərabərdir 680. 70 üstə gələk VM bərabərdir. 680-i də 5-ə bölsə eləyəcək 136. VM də elədi. 136-dan da 70-i çıxsaq 66 eləyir. Sürəti görək biz burada nədir problem olan? 680 düzdür. Sürəti 70 olan bu da doğrudur. İkincinin sürətini bilmirik. Saat 13:00-da görüşdülərsə, burada zamanlar fərqlidir axı. Hərəsinin zamanı özünə uyğundur. Baxın, hərəsinin zamanı özünə uyğundur. Yəni standart 1T-dən istifadə olunmayıb burada. Bir dəqiqə bunu bağlayım. Birinci 5 saat yolda olur. T1. T1 5-dir. İkinci amma saat 10-da hərəkətə başlayır. O zaman ikinci 3 saat yolda olacaq. Yəni eyni zamanda hərəkətə başlamadıqları üçün fərqli zamanlardan istifadə edirik. Birincinin sürəti 70 vuraq 5, üstə gələ ikincinin sürətini bilmirəm, onun zamanı 3-dür. Bərabər olur 680-a. 350 bərabərdir 3, VM bərabərdir 680, 350 üstə gələ 3 VM bərabərdir 680, 3 VM bərabərdir 330, VM də elədi 110. Deməli, minik avtomobilinin sürəti olur 110 B variantı. Burada bildik ki, ikisi də fərqli zamanda hərəkətə başladığı üçün hərəsinin T'si fərqlidir. Beləliklə, qarşı-qarşıya sürət məsələlərimiz yekunlaşdı. Növbəti videoda artıq əks istiqamətli hərəkəti dərs izahı olacaq. Sürət məsələləri bitdikdən sonra onlara aid bəzi sınaqlarda işləyəcəyik. Ardıcı olaraq videoları izləyin ki, sistemli olaraq paylaşılır, bir-biri ilə əlaqəlidir. Hər hansısa birini itirdiyiniz zaman artıq problem yaşana bilər. Növbəti videolarda görüşənədək.